İlin əvvəlinə qayıtmaq istərdim. Justin Gage və Paddy Pimblett yüngül çəkidə müvəqqəti çempionluq kəməri uğrunda döyüşdü. Həmin döyüşü harda izlədin və bu döyüş haqqında nə fikirləşirsən? Bəli, o döyüş yadımdadır. Mən Miami'də idim. Nə deməyimi istəyirsən? O döyüş haqqında yaxşı nəsə deyəcəyimi gözləmə. Çünki mənim xoşuma gəlmədi. Texniki baxımdan xoşuma gəlmədi. Amma azarkeş kimi baxsaq, maraqlı döyüş idi. Paddy'yə qarşı həmin çıxışı gördükdən sonra Justin Gage ilə öz döyüşünü necə təsəvvür edirdin? Əgər mənim bacarıqlarımı onun bacarıqları ilə müqayisə edirsənsə, düşünürəm ki, ondan qat-qat üstünəm. Bilirdim ki, o müvəqqəti çempion olduqdan sonra nə vaxtsa kəmərimi ona qarşı müdafiə etməli olacam. Hesab edirəm ki, onun qalib gəlmə şansı sıfıra bərabərdir. Ən azı mənim baxış bucağımdan belədir. MMA karyerin ərzində Justin kimi biri ilə qarşılaşmısan? Məsələn, güləşən və eyni zamanda zərbə vurmağı sevən. Hər döyüşçü fərqlidir. Onlar oktagona fərqli üsullar gətirirlər. Mən heç vaxt Justin kimi biri ilə döyüşməmişəm. O əfsanəvi döyüşçüdür. Bir fan olaraq onu çox sevirəm. Onun döyüşləri çox maraqlı və əyləncəlidir. Amma söhbət mənim onunla döyüşümdən gedirsə, dediyim kimi, onun üçün heç bir şans görmürəm. Bu döyüş bütün titul döyüşləri kimi 25 dəqiqəlik olaraq planlaşdırılıb. Səncə qarşılaşma son raundlara qədər uzana bilər? Belə düşünmürəm. Mən tamamilə hazıram. O dərəcə hazıram ki, 5 raundu yox, 5 gün döyüşə bilərəm. Yorğun olmağın necə hiss olduğunu bilirəm. Daha artıq davam edə bilmədiyin anı da bilirəm. Amma heç vaxt təslim olmuram. Tam əminəm ki, onu birinci raundda bitirəcəm. Sadəcə istəyirəm ki, bunu gözəl şəkildə edim. Düzünü desəm, çıxışlarının əksəriyyəti həqiqətən gözəl deyil ya. Sən fərqlisən. Səni bu qədər xüsusi edən nədir? Yəni, ancaq döyüşlərini erkən bitirmək bacarığını demirəm. Eləcə də qarşındakı təzyiqdən asılı olmayaraq daim sakitsən. Bilmirəm, kaş ki bu sualın cavabını biləydim. Məni fərqli nə edir? Ümumiyyətlə fərqliyəmmi? Bunu səndən eşitmək istərdim. O sehrini bilsəydim, mən də ondan biraz istifadə edərdim. Ağır zəhmət, fədakarlıq və həyatda etdiyin hər bir işə düzgün yanaşmaq. Maraqlıdır ki, səninlə eyni dövrdə döyüşənlər İlya Tapuri haqqında danışanda bəzilər onun bütün zamanların ən böyük MMA döyüşçüsünə çevrilmə yolunda olduğunu deyirlər. Onun döyüşlərini izləyəndə sənin üçün o başqa döyüşçülərin düşündüyü qədər xüsusi görünürmü? Bəli, onun ardıcıl olaraq Volkanovski, Holloway və Oliveira'nı yuxuya göndərdiyini görüb xüsusi bir şey baş vermədiyini deyə bilməzsən. Onların üçü də müəyyən mövqe səhvlərinə görə çətin vəziyyətə düşdülər. İlya isə rəqiblərini əlverişsiz mövqelərə salmaqda ustadır. Ona görə də hazırda əsas diqqət etdiyim məqam yaxşı mövqedə qalmaqdır. Cəld olmaq, geri çəkilməmək və düzgün reaksiya vermək. Mən mükəmməl döyüş keçirəcəm və raket kimi zərbələr endirəcəm. Oliveira, Holloway və Volkanovskiyə baxanda onların İlya Tapuriyə qarşı etdikləri səhvlərdən nəticə çıxarsaq, səncə bu döyüşdə hansı səhvi qətiyyən buraxmaq olmaz? Təbii ki, mövqe səhvi. Biraz qabaq dediyim kimi, onlar çıxılmaz vəziyyətə düşdülər. İkinci zərbə aldıqda o 5 zərbəli kombinasiyanın ortasında idi. Bu döyüşdə mən irəli gedəcəm. Bunu sənə əvvəllər də demişəm. Sən də son döyüşümdə bunu qeyd etmişdin. Mən inanıram ki, irəli getmək lazımdır. Əgər bu məni daha təhlükəli vəziyyətə salacaqsa belə, yenə də bunu etməliyəm. Bu döyüşdə məhz belə döyüşəcəm. Biz hamımız əsəcəyik iyunun 4-ü sən arenaya çıxanda. Hər dəfə belə olur. Bilmək ki, mən hər dəfə döyüşə çıxanda insanların ürək döyüntüsü dəyişir. Çünki sən bilirsən, mən qalib gəlmək üçün hər şeyə hazıram. Hər şey deyəndə əlbəttə ki, qaydaları pozmaqdan və ya fırıldaqlıq etməkdən danışmıram. Amma mənim intizamım və verdiyim qurbanlar məni mümkün ola biləcəyi qədər hazırlıqlı edib. Və mənim odun içinə girməyə hazır olmağım təqdir edilməlidir. Tanınmalıdır və insanlar bunu öz gündəlik həyatlarında nümunə götürməlidirlər. Əlbəttə ki, lazımsız risklərə getmədən.